Yol nəqliyyat hadisəsi noyabrın 13-də saat 21:00 radələrində Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində Hacıqabul Bəhramtəpə avtomobil yolunun 24-cü kilometrliyində qeydə alınıb. Yarı dumanlı havada qəfildən kənd yolundan magistral yola çıxan Sabirabad rayon sakini 1990-cı il təvəllüdlü Elçin Nizami oğlu Cəfərov idarə etdiyi Lada Priora markalı 90 VN 076 dövlət nömrə nişanlı avtomobili ilə Hacıqabul rayon istiqamətində hərəkətdə olan Sabirabad rayonunun Şəhriyar kənd sakini 1981-ci il təvəllüdlü Elvin Ağamoğlanoğlu Alışanovun idarə etdiyi Mercedes markalı 90 MM 194 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Zərbənin təsirindən Mercedes markalı avtomobil sürüşərək əks istiqamətdə hərəkətdə olan Gürcüstan vətəndaşı 1968-ci il təvəllüdlü Ramiz Nəsibovun idarə etdiyi Hova markalı 90 JT 279 dövlət nömrə nişanlı yük maşınının qarşısına çıxıb. Nəticədə Mercedes markalı avtomobildə olan sərnişin Şəhriyar kənd sakini 1978-ci il təvəllüdlü Valeh Şəhriyaroğlu Fərzəliyev hadisə yerində ölüb. Digər sərnişin Şəhriyar kənd sakini 1988-ci il təvəllüdlü Səyyad Natiqoğlu Məmmədov və minik maşınlarının hər ikisinin sürücüsü yaralı vəziyyətdə Sabirabad Mərkəzi rayon xəstəxanasına aparılıblar. Xəstəxanadan verilən məlumata görə yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır. Elnur Ələkbərov, Aydın Yavərzadə, Əmir Ələkbər Hüseynov, Sabirabad.